Əslində mən də bunu düşündürür. Namazın özü, mən bunu namaz kimi görmürəm. Məsələn, indi gözümün qabağına gəlir namaz, A4 vərəqində namazın düsturu. O zamandan qılmışdım. Məsələn, mən düşünürəm ki, o deyil əslində. Yəni sən Allaha itayətin, Qəşəng, itayətin düz olmalıdır. sözə çatdınız. Namazın bir dənə hərəkətlərinə baxın. Baş əyirsən, səcdə gedirsən. Yəni elə bir şah sarayında, bir şahın qabağında bir dayanmış və ona təzim edən bir şəxs. Əllərini belə diz qoymalısan. Oturanda belə. Könüllülük var və bu itayəti göstərir. Mənim üçün namaz itayətin ən vacib nöqtəsidir. Yəni insanlar, o bizim dostumuz var, deyir, dombalı qış açırıq, namaz qırmırıq. Yəni o namazı itayətlə qılmaq, itayətçilik nədir? Allahın qulu olmağı dərk etməkdir. Onda bir dərin yerinə getməyin biraz vaxtımız yetməsin deyənə biraz keçim ikinci hissəyə, çünki ikincidə danışmaq istəyirəm. İkinci qeybidir, qeybə inanır. Çoxundan soruşuram ki, qeybə inanmaq nədir? Deyir, mələklərə inanmaq, şeytana inanmaq, Allaha inanmaq. Deyirəm, yaxşı da bu pəhrizkar olmağa nə verir? İtayətin pəhrizkarlığı hərəkətin gördüm. Allahın qulu olmağını dərki artıq sən qulsansa, ağa nə deyib onu eləyəsən. Yığış, otur yerinə nətər deyərlər. Bəs mələyi, şeytanı, cini inanmaq sənə pəhrizkar olaraq nə verir? Mənim üçün o biraz başqa cür açılır. Yəni, qeyb sözündə bir gizlilik var, qeybə çəkildi. Amma gizlənməyin, yəni o qeybə çəkilməyin yox olmaq demək deyil. Bu üstdə olan yox, altda olanı görə bilmək qabiliyyətidir. İnsan müdrikləşir, insan xoşbəxtləşir o vaxtdır ki, proseslərin üzdə olandan ağrımır. Altda olanını görə bilir. Bax, o prosesi biz bilirsiniz, o İnsan qatarı gedən yolda qoşulmuşuq da. Biz gəldik, bu həyata girdik, uje var idi insanlıq, uje harasa gedirdi. Və biz bugündən başa düşmək istəyirik ki, nədir insan olmaq. Amma bizim o barədə bilgisiz gəlmişik. Bilgini dərk eləmək yeridir. O dərk eləmək üçün isə onun üçün belə bilgilərimiz yoxdur.